Bugün bu video vasitəsilə mən hər bir övladını itirmiş valideynin qəlbini, ruhunu qucaqlamaq istəyərdim. Və ümidliyəm ki, nə vaxtsa bunu izləməklə bəlkə kimsə öz qəlbinə rahatçılıq tapar. Kimsə öz suallarına cavab tapar. Bu videoda mən karmadan danışacağam, reinkarnasiyalardan danışacağam. Kimsə skeptik ola bilər və düşünə bilər ki, Marcina, sən övlad itirməmsən, belə oturub danışmaq rahatdır. Amma desəm ki, mən özüm gənc yaşlarımda valideynlərimi itirmişəm və bu mövzunu, ölüm mövzusunu o qədər araşdırmışam, o qədər hər müəllimimdən soruşmuşam. Çünki cavabları özüm üçün axtarırdım. Niyə görə? Niyə görə valideynlər uşaqlarını itirir? Niyə görə balaca uşaqlar valideynlərini itirir? Və hər bir biliklə bölüşdüyüm kimi qərara gəldim bu biliyimlə də bölüşmək. Kiməsə bəlkə də yaxın olar, kiməsə yox. Mən heç bir halda kiməsə nəyisə sübut etmək istəmirəm ya da ki, heç bir halda demirəm ki, mütləq mən dediyim doğrudur və budur, bundan başqası yalandır. Amma bu şeylərə mən inanıram və sizinlə bölüşürəm. İfsə, başqa hər hansısa bir məqsədim yoxdur. Mən son günlərdə, son zamanda bu mövzu ilə çox qarşılaşıram. Yaxınlarımın yaxınlarından eşidirəm. Bugün çoxdan izlədiyim blogerlər var, Narmin, Bay Narmin. Onun yoldaşının birinci evlilikdən uşağın vəfatı haqqında izləyirdim və sözün düzü bunları izləyəndə sadəcə düşündüm ki, bu videonu yazmaq. Bilmirəm, bəlkə sabah heç mən bu qədər cəsarətli olmazdım. Bugün cəsarətliyəm və əgər bu videonu hətta izləyirsinizsə, deməli cəsarətimin bilmirəm hansı qatına keçmişəm. Siz nəyəsə inana bilərsiniz, nəyəsə inanmaya bilərsiniz. Amma yenə də. Balaca uşaqlar bu dünyaya gələndə onlar 7-14 yaşa qədər valideynlərin karması altında yaşayırlar. Və onlar gəlirlər valideynin təcrübəsi üçün. Və hər bir ruh bu dünyaya gələndə bir-birini qarşılıqlı seçir. Biz, mən, siz, hər kim bugün izləyir bu videonu bu dünyaya gələndə biz müəyyən bir təcrübələri yaşamaq üçün bu dünyaya gəlmişdik, seçmişdik. Buna uyğun valideynləri seçmişdik. O valideynlər bu dünyaya gələndə bizi uşaq olaraq seçmişdi, bizim ruhlarımızı. Bəzilər sonra onların həyatı necə gedir və onlar həyatını necə yaşayırlar, sonra ona uyğun da əlavə hansısa punktlar əlavə olunur və sonra onun uşağı dünyaya gələndə valideyn yaşayır öz karmasını, öz təcrübəsini, öz taleyini. Karma bu pis ya yaxşı bir şey deyil. Karma bu
Haqq ədalətdir. Karma bu nəticədir. Bizim düşüncələrimizin və hərəkətlərimizin nəticəsi. Və mən ruh olaraq seçmişdim belə bir ailədə dünyaya gəlmək, harda valideynlər tez bir zamanda bu dünyanı tərk etmək seçmişdilər. Onların missiyası bitdi, mən dünyaya gəldim və sonra artıq mən davam etməli idim bu təcrübə ilə. Və kimin indi uşağı var, o uşaqlar da sizi seçiblər, sizin təcrübənizə uyğun hansı təcrübəni siz seçmişdiniz yaşamağa və onlar gəliblər və nəyəsə bizi öyrədirlər, biz onlara nəyəsə öyrədirik. Ümumiyyətlə, bugün mənə belə bir sanki informasiya yükləndi ki, bu balaca uşaqlar, bəzən mələklər seçir bu dünyanın fiziki təcrübəsini yaşamaq və əlbəttə ki, mələyin frekansı, mələyin vibrasiyaları, mələyin ruhu bu dünyaya aid deyil. Onlar safdılar, onlar təmizdilər və onlar uzun müddətli bu dünyada qala bilməzlər. Bu mümkün deyil. Bu yer kürəsinin çirkin aurası, vibrasiyaları onlara tamamilə uyğun deyil. Və mələk bu dünyaya gəlməyə seçəndə onlar belə bir valideyni seçirlər. Kimin təcrübəsində var uşaq itkisini yaşamaq. Mən ümidvaram kimsə hələ də baxır bu videoya. Çünki bəlkə də absurd kimi səslənir. Amma əgər araşdırsaz, bunun təsdiqini taparsınız. Və qəbul edərsiniz ki, Marcina dəli olmayıb. Və biraz bu dünyada qalıb, ətrafa baxıb, kimlərəsə hər hansısa təcrübələrini yaşatdırıb, bu dünyanı tərk edirlər. Bu balaca mələklər. Və bu ağrıyla qalır valideyn. Və kimsə deyəcək, Marcina, nə danışırsan? Hansı ruh seçə bilər itki? Amma itki bu bizim üçün itkidir. Çünki biz bağlanırıq bir-birimizə. Biz bir-birimizi özümüzə aid edirik. İtki bu hər zaman iki valideyn üçün sınaqdır. Nə dərəcədə onlar doğrudan da bir yerdədirlər. Birlik var. Çünki bir çox ailələri biz görə bilərik, kimlər uşaq itkisindən sonra dağılırlar. Bir-birini günahlandırırlar, bir-birinə qarşı çıxırlar və ümumiyyətlə düşmana dönürlər ya da ki, bir evdə sadəcə iki qonşu kimi yaşayırlar. Amma əsl bu təcrübədən keçmək, bu o deməkdir ki, Allaha inam itirməmək, güvənmək, bir-birinə dəstək olmaq. Bir-birinə qayğı göstərmək. Əgər başqa bir uşaqlar varsa, onlara layiqli valideyn olmaq. Bəlkə də eyni təcrübə ilə qarşılaşan valideynlərə dəstək olmaq.
Bir sözlə bu yarayla yaşamaq öyrənməkdir. Günah nə özündə, nə də ki, yaxınlarda axtarmamaqdır. Bu çox və çox çətindir. Amma buradan, bu təcrübədən keçən valideynlər, mən hətta sizdən xahiş edərdim, əgər belə bir valideynlər burada varsa, kim dayana bilib bu faciəyə, öz təcrübənizi bölüşmək. Çünki bəzən bizə ayılmaq üçün və özümüzə dönmək üçün çox bərk bir sarsıntı lazımdır. Və bəzən təəssüf ki, sarsıntı belə bir şeydən ibarət ola bilər. Yenə də mən demək istəmirəm ki, bu sırf budur. Sizin təcrübəniz sırf budur. Kimsə bəlkə elə bir ailə qurub, harda bir-birinə şiddət göstərirlər ya da ki, bir-birini incidirlər və bəzən qadın üçün bu şillə şapalaq ola bilər ki, ayıb. Bəzən kişi üçün bu ola bilər. Yəni aydındır ki, bu hadisədən sonra həyat öncə və sonraya bölünür. Heç kəsin həyatı eyni qalmır. Və bu zaman çox önəmlidir hiss etmək, özündə güc tapmaq, davam etmək. Özünü ölmüş canlıya çevirməmək. Hər bir həyatdan keçmiş, həyatdan gedən həmin o mələklər, o bizim mələklərimizə dönür və onlar hər zaman bizim yanımızdadırlar. Hər zaman, hər an. Biz onları görməsək də onlar bizi görürlər. Biz onları eşitməsək də onlar bizi eşidirlər. Və onlar bizimlə işarələr vasitəsilə danışmağı bacarırlar. Yəni, ümidliyəm bu videodan sonra məni dəlixanaya aparmayacaqlar. Onlar bizimlə işarələrlə danışmağı bacarırlar. Necə? Özünüz sınayın, əgər varsa aranızda kim bu videonu izləyir. Bugün sadəcə onu yanınızda hiss edin. Onunla danışın. Öz hisslərinizi ona izah edin. Və deyin ki, belə bir video görmüsünüz. Ya da ki, sadəcə istəyirsiniz hiss etmək, əmin olmaq ki, o sizinlədir, o sizi eşidir və işarə görmək istəyirsiniz. İnanın, tez bir zamanda siz o işarəni görəcəksiniz. Amma bunu əlbəttə ki, ürəkdən inamla demək lazımdır. Etmək lazımdır. Və o valideynlər kim bu faciəyə dayana bilmir, bu üsulu özünə götürə bilər, öz övladı ilə əlaqə saxlamaq üçün. Bəlkə də kim izləyirsə, sizin yaxınlarınızda kimsə var. Söyləyin ona bu sözləri ki, sənin övladın, sənin mələyindir, hər zaman sənin yanındadır, hər an.
Və buradan belə bir sual yaranır. Sənin mələyin səni həyatdan küsmüş, Allah'tan dönmüş görmək istəyərmi? İstəyərmi? İstəməz. Heç kəs istəməz. Onlar isə heç istəməz. Onlar istəməz görmək ki, onun bacı, qardaşı bu əziyyətə görə əziyyət çəkirlər, istəməz. Məqsəd o değildi. Məqsəd o değildi. Bilmirəm, demişəm bunu artıq bu videoda yoxsa yox, çünki bundan öncə biraz yazmışam, sonra dayandırmışam. Uşaqlar 7-14 yaşa qədər, 7-14, yəni ki 7-14 yaş arası valideynin karması üstündə yaşayırlar. Yəni ki, uşaq dünyaya gələndə o tam 7 yaşa qədər və 7 yaş, 14 yaş arası orada qarışır. Tam 14 yaşdan yetkin yaşa çatanda o yaşda çıxırlar valideyn karmasının altında. Buna görə də 14 yaşa qədər dünyanı tərk etmiş uşaqlar bu valideynin təcrübəsidir. Sırf valideyn bunu yaşamalıydı deyə bu ruh bu təcrübəni seçib. Soruşmayın, bəs onun günahı nədir? Nəsə o bunu seçib. Deməli, onun da bir yaşamağa lazım olan təcrübəsi var idi. Yaşamağa ehtiyacı olan təcrübəsi var idi. Karması var idi. Geçmiş həyatdan qalan. Prosta bunları danışıram və mən bilmirəm. Buna görə də bilmirəm artıq nə deyim. Bəlkə suallar gələrsə bu videonun altında, nəyərisə əlavə edərəm. Bəlkə də kimsə bilmirəm söyləyəcək məni bu videoya görə. Bilmirəm. Amma nə vaxtsa bu biliklər mənə köməklik ediblər. Öz taleyimlə bölüşmək, barışmaq. Və karma bizə deyir ki, öz problemin üçün, öz zəifliyin üçün güc tap, həll yolunu tap və insanlarla bölüş. Mən bölüşdüm. Bu qədər. Hər bir itki yaşayan ruhu bərk-bərk qucaqlayıram. Sizi bağrıma basıram. Və ümidvaram öz mələklərinizlə görünməyən o bağı qurmağa gücünüz və inamınız tapılar. Çünki nə zaman biz o bağı qurmağa bacarırıq, bunu hətta valideynlərini itirmiş uşaqlarına deyə bilərəm ki, siz də bunu edə bilərsiniz. Mən hər zaman edirəm. Hər zaman valideynlərimlə bölüşürəm öz nailiyyətlərimi. Öz qorxularımı, öz planlarımı.
Və sonra görürəm ki, sanki yollarım da açılır, sanki lazımlı kömək də gəlir və budur həmin o işarə. Budur həmin o işarə. Öpürəm sizi.